Salam, hörmətli Lider televiziyasının tamaşaçıları. Retro Lunch növbəti dəfə sizə təqdim olunmaqdadır. Bu dəfə biz elə bir şəxsin həyat və yaradıcılığına nəzər salacağıq ki, bu şəxs həm artistizmi ilə, həm səs tembri ilə, həm geniş diapazonu ilə və eyni zamanda olduqca pozitiv enerjisi ilə insanı cəlb edirdi. Azərbaycan musiqisinin, estradasının korifeyi müğənni Rəşid Behbudov. Onun haqqında verilişimizi onun adını daşıyan Dövlət Mahnı Teatrında biz davam etdirəcəyik. Amma istərdim verilişimizi onun adətən konsert proqramlarında ilk olaraq ifa etdiyi mahnı ilə başlayaq. Rauf Həcəyevin bəst elədiyi Doğma vətənimiz Azərbaycana həsr olunan mahnı ilə başlayacaq. Amma bir qədər fərqli versiyada. Bax, bu canlı konsertdən lentə yazılmış nadir versiyalardan biridir. Rəşid Behbudov, Azərbaycan. Azərbaycanım Özün kimi bu qarlıdır uca dağları, Hüsnünə bir yaraşıqdır yaşıl bağları, Bizimlə bir başlamışdır gözəl çağları. Yurdum yuvam məskənim sən Azərbaycanım, Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, Anam doğma vətənim sən Azərbaycanım. El bilir ki tükənməyən sərvətin vardır, Sinəqüstə göy tarlalar ağ pambıqlardır, Buruqların göydə dizdə qatar qatardır. Yurdum yuvam məskənim sən Azərbaycanım, Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, Anam doğma vətənim sən Azərbaycanım. Məskənim sən Azərbaycanım, Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım, Anam doğma vətənim sən Azərbaycanım.
kimsə görməyə gecikin biraz. Tələsin insanlar deyib gülməyə, göz yaşı tökməkdən bezikin biraz. Səs salın səmaya, suya, torpağa. Rəşid Behbudovun ən böyük istəklərindən və məqsədlərindən biri elə bir teatr yaratmaq idi ki, bu teatrda hər şey olsun. Həm musiqi, həm tamaşa, aktyorluq, müğənnilik, bir sözlə müasir dildə desək, performans. Bu performansı yaratmaq üçün o mahnı teatrı adlanan bir məkan seçir və bu mahnı teatrında həqiqətən də illər uzunu dünyanın bir çox ölkələrində, 50-60-dan çox ölkələrində onun konsert proqramları başlayır. Azərbaycan toyu adlanan xüsusi bir Rəşid Behbudovun bir tamaşası var idi, bir layihəsi var idi ki, burada Azərbaycan musiqisi, milli muğamlarımız, rəqslərimiz, maraqlı xoreografiyalar, eyni zamanda mahnılar burada cəmləşməli idi. Amma təəssüf ki, zaman imkan vermir, Rəşid Behbudov həyatını dəyişir, amma buna rəğmən onun adını daşıyan Dövlət Mahnı Teatrı bugün də fəaliyyətini davam etdirməkdədir və bax, bu teatrda günü-gündən bir-birindən maraqlı orkestrlərin çıxışı və tamaşalar qoyulmaqdadır. Rəşid Behbudov elə bir ifa manyerası, elə bir məktəb qoyub getdi ki, bu ifa manyerasının təsir altına çoxları düşdü. Fikir verirsinizsə, o təbəssümlə gülərək ifa edirdi və bu ifanı yamıslayanlar və imitasiya edənlər çox idi. Mən istərdim bu arada Rəşid Behbudovla Bülbülü müqayisə edən. Fikir verin, onların səhnədə duruşu, onların yeri gəlmişkən hər ikisi həm də pedaqoq idilər, pedaqoji fəaliyyətləri də olub. Bülbül də dərs deyirdi, Rəşid Behbudov da dərs deyirdi. Və indi müqayisə etdikdə görürəm ki, hər ikisi həm opera, akademik musiqi janrında əla ifa edə bilirdilər. Eyni zamanda milli musiqi koloriti də var idi. Hər ikisində maraqlı zəngülələr, boğazlar və eyni zamanda falset tembrindən mükəmməl ifa etmək belə deyək, texnikası var idi. Və həmçinin deyim ki, hər ikisi tenor registrinə malik olan yüksək səsli ifaçılar idi. Rəşid Behbudov həm də müəllim idi. Mən istərdim çox maraqlı və nadir kadrlardan birini sizə təqdim edəm. Bu kadrlarda siz o mahnı teatrında bir şouya hazırlıq zamanı vokalçılara necə dərs dediyinin şahidi olacaqsınız. Bağında ektim boşanar, yanında ektim gilenar, yanında ektim gilenar, gilenar. Baharda gelsin bize yar, gelen de dersin gilenar, gelen de dersin gilenar, 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 gilenar. Bağında ektim koşanar, yanımda ektim gilenar. Baharda gelsin bize yar, gelen de dersin gilenar. Ay gilenar, ay gilenar, ay gilenar, ay gilenar, gilenar. Bağında ektim üzüm şahısını, bir üzüm şahısını, bir üzüm ağrı. Konsert Beethoven'ı döykü mü çağırırsa böyle? Ya bak çok kulak saktığını bunlar. Mikrofon söyledi, alem de kaldı. Bunu da bir atırsan burada. Lan böyle bir Beethoven'ın konserte de olmadı ki. Ne bekler kusuk? Ben aşı gözlerine, bakım gözlerine. Ben aşı gözlerine, bakım gözlerine. Özüm özüne kurban, gözüm gözlerine. Özüm özüne kurban, gözüm gözlerine. İş arasında kaldı. Ne adı mı istedi ya? Давай еще раз.
Acın Akbaşlar. Ben aşı gözlerine, bakım gözlerine. Ben aşı gözlerine, bakım gözlerine. Özüm özüne kurban, gözüm gözlerine. Özüm özüne kurban, gözüm gözlerine. Özüm özüne, özüm özüne, özüm özüne kurban, gözüm gözlerine. Ay qızlar, nə oxuyursunuz? Elə bil sizi döyüblər, elə bil uduzubsuz, elə bil nəsə olubdur, elə bil yasdan gəlirsiniz. Dara-dara-dala-lam, dara-dara. Давайте зубы, ну-ка. Так будете на сцене петь. Bizi koymazlar, kovalayarlar. Еще раз возьмите, пожалуйста. Дай свободный так. Ben aşı gözlerine, bakım gözlerine. Ben aşı gözlerine, bakım gözlerine. Özüm özüne kurban, gözüm gözlerine. Özüm özüne kurban, gözüm gözlerine. Özüm özüne, özüm özüne, özüm özüne kurban, gözüm gözlerine. Bəxtiyar kinofilmində Rəşid Behbudovun 40 yaşı var idi və bu onun Arşın Malalından sonra ikinci kinofilmi idi. Həm aktyor kimi, eyni zamanda müğənni kimi öz karyerasının zirvə vaxtlarını yaşayan Rəşid Behbudov burada ən parlaq mahnılarını ifa edir. Tofiq Quliyevlə olan kadrlar var ki, hansılar ki, onlar yaşlı vaxtlarında bu filmin necə çəkildiyinə tamaşa edirlər. O ki, qaldı mahnılara, Qızıl Üzük, Bakı haqqında mahnı, Zibeylə mahnılarını hamı çox gözəl indiyənə kimi yadında saxlayıb. Amma bu filmdə bir kompozisiya var ki, hər zaman mən Tofiqin diqqətini cəlb edirdi. Çünki kompozisiya sona qədər səslənmir. Axırda səs qırılır. Güzel yoktur inan hiç yanda say sana. Ey güneş yüzlü nazlı güzel bir vefa gösterme. Ey şirin sözlü derin çiçek, sensiz geçmez ömrüm bir an. Sen gülsen güler seven ay. Baxmayaraq ki, Rəşid Behbudov konservatoriya təhsili yox idi, not və musiqi nəzəriyyə təhsili olmasa da, o məşhur ariyaları mükəmməl ifa edə bilirdi. Sual yaranır, bəs bir insanın ki, vokal təhsili yoxdur, musiqi təhsili yoxdur, necə bu ariyaları ifa edə bilərdi? Bir faktı deyim ki, Gürcüstan Vokal Məktəbinin banisi David Anguladze'nin o kurslarına vaxtı ilə gedib. Bəxtiyar kinofilmində Puccini'nin bəstələdiyi Bohemia operasından Rudolf'un ariyasına biz indi qulaq asacağıq. Və həqiqətən də siz fikir verin, görün orada zil notları Rəşid Behbudov necə böyük peşəkarlıqla ifa etməyi bacarır. Parlaq nümunədir. Gəlin izləyək. Tutti gioielli, due ladri gli occhi belli. V'entrar con voi furora ed i miei sogni usati, e i miei sogni miei. Tosto si Rəşid Behbudovun vətənpərvərlik ruhunda olan mahnılar da var. Bakıya, Gəncəyə, digər Azərbaycan bölgələrinə həsr olunan mahnılarla yanaşı, onun həmçinin anaya həsr olunan silsilə mahnıları var. Çox yaxşı xatırlayıram, Moskvada İstrada Caz Kollecində təhsil alarkən
ev üçün, anam üçün çox darıxırdım. Və bu darıxıqlığımı adətən Rəşid Behbudovun Materi adlanan mahnısı ilə doldura bilirdim. Onun ifasında anaya həsr olunan ikinci ən parlaq nümunə isə öz doğma Azərbaycan dilimizdədir. Cahangir Cahangirovun bəstələdiyi bu kompozisiyada, bu mahnıda Azərbaycan qadının anasının övladına və ailəsinə olan məhəbbəti tam olaraq özünün əksini tapır. Gözümün nuru canım ana büyüttün sen beni yana yana gözümün nuru canım ana büyüttün sen beni yana yana odlusan gün kimi bir kaynar hayat kimi borculuyam ben sana sana bir evlat kimi aziz ana ne ki arzu kamın var kalbimde tutmuş karar andolsun sana canana kadrini el beni atrini gül beni saçının ağına karasına kurbana köllünün o hazin laylasına kurbana aziz ana eşiğim üstte layla çaldı geceler süpetek kadamı aldı eşiğim üstte layla çaldı geceler süpetek kadamı aldı İsti nefesini hemişe yaz bilmişem olup ki ben senin kadrini yaz bilmişem aziz ana Dahi müğənninin ifasında bir çox dillərdə mahnılar eşitmişəm, amma ingilis dilindən başqa. Məsələn, rus dilində, Ukrayna dilində, fars, ərəb, hindistan, türk dilində onun parlaq kompozisiyaları var. Türk musiqisi demişkən bir çoxları yəni Rəşid Behbudovun akademik manyerada çox ifa eləməsini, bəzi mahnılarda qışqırıq assosiasiyası yaratmasını bəzən qəbul etmirlər. Amma Sovet dövründə türk musiqisinə olan qadağalar vaxtında Rəşid Behbudovun türk mahnılarına müraciət etməsi, türk sənət musiqinin parlaq nümunələrini peşəkarlıq yaratması insanda böyük fəxarət hissi duyulurdu. Təklif edirəm hal-hazırda türk musiqilərindən biri, çox gözəl bir nümunə, Unutdum Beni Zalim mahnısına Rəşid Behbudovun ifasında qulaq asaq. Fikir verin, görün, Rəşid Behbudov bu mahnıda nəqarətin necə incə, həssaslıqla, xəfiflə onu ifa edərək tamaşaçıya çatdırmağı bacarır.
sevda geldi başıma, felek su kattı aşıma. Hayran kaldım göz kaşına, of of. Unuttun beni zalim, unuttun beni zalim. Unuttun beni zalim, unuttun beni zalim. Gülüşün ince, kıvrak şensin, bir selam vermeden geçersin. Bilsem beni ne çok üzersin. Bekliyorum, bekliyorum, bekliyorum seni zalim. Gün ümit veriyorsun, sonra gülüp kaçıyorsun. Sen beni öldürüyorsun, of of. Unuttun beni zalim, unuttun beni zalim. Unuttun beni zalim, unuttun beni zalim. Gülüşün ince, kıvrak şensin, bir selam vermeden geçersin. Bilsem beni ne çok üzersin. Bekliyorum, bekliyorum, seviyorum seni zalim. Rəşid Beypudov dünyanın demək olar yarısından çoxunu gəzmişdi. Hər yerdə konsert proqramı ilə çıxış edirdi. Və hara gedirsə, həmin ölkənin dilində də mütləq mahnı oxuyurdu. Məsələn, götürək elə Hindistanı. Məşhur Hindistan səfəri üzərində mən Tofiq xüsusi dayanmaq istəyirəm, çünki o dövrün məşhur aktyorlarından olan Raj Kapurla onun dostluq münasibətləri var idi. Və bu dostluq münasibətləri onların bir-birlərini öz ölkələrinə dəvət etməklə konsert proqramı təqdim etməyi ilə bitmişdi. Bütün dünya, bütün Sovet ölkəsi bu səfər haqqında və eyni zamanda onların dostluq münasibətləri və avara mahnısı haqqında danışırdı. Rəşid Beypudovun Hindistan səfərindən olan maraqlı kadrları bir daha izləmək istəyiriksə, gəlin Retro Lounge-da növbəti kadrlara tamaşa edək. गुर्बत में हो अगर हम रहता है दिल वतन में समझो वही हमें है भी दिल हो जहाँ हमारा सारे जहाँ से अच्छा हिंदुस्तान हमारा सारे जहाँ से अच्छा गोदी में खेलती है इसकी हजारों नदियाँ गुलशन है ये जिनके दम से रश के जहाँ हमारा सारे जहाँ से अच्छा हिंदुस्तान हमारा सारे जहाँ से अच्छा Mahnılar xalqın ruhudur, mənəvi gözəlliyidir. Hind xalqının nəcibliyi, geniş qəlbi, zəngin mədəniyyəti onun nəğmələrində əks olunub. Mən bu nəğmələri həvəslə, məhəbbətlə oxuyuram və bununla fəxr edirəm. Qoy həmişə Hind mahnıları Azərbaycanda, Azərbaycan nəğmələri isə Hindistanda ürəkdən ürəyə yol tapsın. Rəşid Beypudov artist idi. Artist nədir? Artist həm müğənnidir, həm aktyordur və incəsənətin digər komponentlərində özünü cəmləyən bir anlayışdır.
Demək istəyirəm ki, Rəşid Behbudov səhnədəki hər bir jesti, hərəkəti əvvəlcədən hesablayırdı və bilirdi. O məsələn bilirdi ki, indi oxuyacağı mahnıda 2 addım qabağa ataraq başını qaldırıb kameraya baxacaq və gülümsənəcək. Bu əvvəlcədən hesablanmış, hər bir detala ayrıca xüsusi spesifik yanaşmaydı. Səsini hər zaman qoruyurdu, soyuqdan. İçki içmirdi, siqaret çəkmirdi, zərərli maddələrdən uzaq idi. Soyuq havada heç vaxt danışmırdı hətta belə. Hər zaman şarf bağlayırdı, qışda özünü qoruyurdu səsini. Və eyni məsləhətlərini öz tələbələrinə bildirirdi. İndi isə mən istərdim dünyaca məşhur Tom Jones'un ifasında Delilah kompozisiyasının maraqlı versiyasına qulaq. Bu versiya Rəşid Behbudovun özünə məxsus versiyası idi. Özü də doğma Azərbaycan dilində. Radio verilişlərimin birində Vaqif Səmədoğlu ilə söhbət edirdim və ona bildirdim ki, Vaqif müəllim, Rəşid Behbudovun caza marağı var idimi? Və o mənə cavab verdi ki, Tofiq, açığını deyim, Rəşid Behbudov cazı o qədər dərindən anlamırdı, amma o cazın vacibliyini qəbul edirdi. Çünki məsələ ondan ibarətdir ki, 50-ci, 60-cı illərdə SSR-də müasir aranjmanlar lazım idi. Rəşid Behbudov məşhur artist idi və bu müasir caz estrada aranjmanının öhdəsindən dəvət olunmuş xüsusi bir musiqiçi Rafiq Babayev gələ bilirdi. Sen ona çalma kalktı. Onlar uzun müddət bir yerdə çalışırlar. Rafiq Babayev Rəşid Behbudovun ən tanınmış hit mahnılarının aranjmançısı və bədii rəhbəri olur kollektivin. Və mən Moskvada xatırlayıram, kollecimizdə imtahan zamanı Rəşid Behbudovun repertuarından olan Mir Bizsibə mahnısını ifa etdim. Bu mahnını Azərbaycanın böyük bəstəkarlarından olan Rauf Hacıyev bəstələmişdi. Hər kəs təəccüblə soruşdu, kim oxuyub və yaxud kimin mahnısını? Mən bildirdim ki, bu Rəşid Behbudovun repertuarından Rauf Hacıyevin bəstələdiyi bir mahnıdır. Həqiqətən də fikir verin, caz vals ritmləri ilə Rafiq Babayev Rəşid Behbudov üçün necə onu mükəmməl şəkildə aranjman edib. Mir Bizsibə, Rəşid Behbudov. Rafiq Babayev Rəşid Behbudov üçün həm Azərbaycan mahnılarını, eyni zamanda xarici musiqi hitlərini çox maraqlı aranjman edirdi. İspan dilində Rəşid Behbudov 2 mahnı ifa edib. Amor Porti və eyni zamanda Argentina mahnısı olan Llorona. Gəlin baxaq. Salías del templo un día, Llorona, cuanto al pasar yo te vi. Salías del templo un día, Llorona, cuanto al pasar yo te vi. Hermosa gupil llevabas, Llorona, que la Virgen te creí. Hermosa gupil llevabas, Llorona, que la Virgen te creí. Ay, de mi Llorona, 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 de un campo limpio. Ay, de mi Llorona, 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 de un campo limpio. El que no sabe de amores, Llorona, no sabe lo que es martirio. El que no sabe de amores, Llorona, no sabe lo que es martirio. No sé lo que tienen las flores, Llorona, las flores del campo santo.
No sé lo que tienen las flores, llorona las flores del campo santo, que cuando las mueve el viento, llorona parecen que está llorando, que cuando las mueve el viento, llorona parecen que está llorando. Ay, de mi llorona, 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 llévame al río. Ay, de mi llorona, 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 llévame al río. Tápame con tu rebozo, llorona, porque me muero de frío. Tápame con tu rebozo, llorona, porque me muero de frío. Los besos llevo en el alma, llorona, que no se apartan de mí. Los besos llevo en el alma, llorona, que no se apartan de mí. El último de mi madre, llorona, y el primero que te di. El último de mi madre, llorona, y el primero que te di. Ay, 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 llorona. Rəşid Behbudovun musiqi fəaliyyətindən əlavə onun həmçinin ictimai, siyasi fəaliyyəti də var idi. Deputat olaraq o Azərbaycan hüquqlarını hər zaman qorumağa çalışırdı, xüsusən də ötən əsrin 80-ci illərində Qarabağ münaqişəsi zamanı. Rəşid Behbudov Azərbaycana və Azərbaycanın müxtəlif gözəl səfari güşələrinə həsr olunan kompozisiyalar, mahnılar ifa edirdi. Onun özünün Gəncəyə həsr etdiyi bir mahnı var. Gəlin ona qulaq asaq. Lələklə, oxla yazılmış bir qədim, bir dərin kitabəyəm mən. Dünyanın boynundan nur tək asılmış, ən gözəl, ən parlaq dürdanəyəm mən. Min yaşım varsa da bənzərəm gəncə, odur ki adıma deyirlər gəncə. Üzüyə qaş kimi yaraşır məncə, Nizami, Gəncəvi, adına gəncə. Yaymağa, gözəlliyimi, bağçamın bir dənə laləsi bəsdir. Ellərə verməyə şirinliyimi, üzümün bir dənə giləsi bəsdir. Min yaşım varsa da bənzərəm gəncə, odur ki adıma deyirlər gəncə. Üzüyə qaş kimi yaraşır məncə, Nizami, Gəncəvi, adına gəncə. Həmişə coşan çağlayan
Məhsəti qəlbinin nəğməsi mənəm. Şairlər qoynundan dəstə bağlayan böyük nizaminin xəm səsi mənəm. Min yaşım varsa da bənzərəm gəncə, odur ki adıma deyirlər gəncə. Üzüyə qaş kimi yaraşır məncə. Nizami adına gəncə, gəncə, can gəncə, gəncə. Bu Rafiq Babayevin aranjmanında Rəşid Behbudovun özünün bəstələdiyi Gəncəyə həsr olunan mahnı idi. Rəşid Behbudova gözəl mahnılar yazan bəstəkarlar sırasında Rauf Hacıyev, Səid Rüstəmov, Fikrət Əmirov, Vasif Adıgözal və xüsusən də Tofiq Quliyevin adını demək lazımdır. Məşhur Bakı haqqında mahnı. Hamı o mahnını bilir. İstərdim bugün Retro Lunch verilişində dahi müğənnimiz Rəşid Behbudova həsr olunan verilişdə son olaraq Bakı həsr olunmuş mahnı ilə sizinlə sağollaşım. Gələn həftəyədək, hələlik. Bakı əziz şəhər mehriban diyar, sinəngdə boyatıp oldum bəxtiyar. Səndə ilk eşqimin yadigarı var. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Gözəl Bakı, baxdıqca doymuram gözəlliyinlə. Şirin nəğmə qədər sevimlisən sən. Hər yerdə, hər yanda deyəcəyəm mən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Gözəl Bakı, Баку, милей тебя и роднее нет. В твоих объятиях я вижу счастье свет. Ты первая любовь юных моих лет. Мой город красоты и счастья и мечты. Мое богатство ты, Баку родной. Мой город красоты и счастья и мечты. Мое богатство ты, Баку родной, Баку родной, Баку родной.